Amaliya xanım, özgüvənsiz xanımları ilk baxışda necə tanımaq olar? Özgüvənsiz xanımları, ümumiyyətcə özgüvənsiz insanları tanımaq üçün birinci onların oturuşu, duruşu, geyimi, o bizə çox böyük məlumat verir. Biri var, zövqlə xanım geyibdir. Biri də var, zövqü itirib, ancaq diqqəti cəlb eləmək istəyir. Sonra özgüvəni olmayan adamın 100% ayaqları yeriyəndə ayaqlarını düz qoymayacaq və həmişə ayağına baxacaq. Özgüvəni aşağı olan xanımın, uşağın çiyinlər həmişə bükük, belə. Özgüvənli adamı belə duruşda görməyəcəksiniz. Və hətta deyirlər, krallar, imperatorlar duruşu var, bir də aciz insan duruşu var. Yəni acizlik, özgüvənsizlik, acizlik deməkdir. Özünə inamsızlıq deməkdir. Başqasının fikrindən asılı olmaq deməkdir.